lisenziya nədir? Elektron lisenziyanı necə əldə etmək olar? Lisenziya, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün verilən rəsmi sənəddir. Ümumilikdə 23 sahibkarlıq fəaliyyəti üzrə lisenziyalar İqtisadiyyat Nazirliyi tərəfindən verilir. Lisenziyaların alınması üçün asan xidmət mərkəzlərinə, KOB evlərinə müraciət edilir. Həmçinin lisenziyaları onlayn qaydada da əldə etmək mümkündür. Bunun üçün gücləndirilmiş elektron imza vasitəsilə lisenziyalar və icazələr portalında qeydiyyatdan keçərək elektron kabinet yaradılır. Daha sonra elektron kabinetdə müvafiq fəaliyyət növü seçilir. Açılan pəncərədə portal tərəfindən ərizəçi ilə bağlı tələb edilən məlumatlar avtomatik əks olunur. Bu məlumatlar portalda görünmədikdə, ərizəçi tələb edilən sənədlərin skan olunmuş sürətlərini özü ərizəyə əlavə edir. Ərizəçi bütün lazımi məlumatları daxil etdikdən sonra müraciəti gücləndirilmiş elektron imza ilə təsdiqləyir və müraciət qeydiyyata alınır. Portal vasitəsilə sahibkarlıq fəaliyyəti növünün xüsusiyyətlərindən asılı olaraq aidiyyəti dövlət qurumlarının rəyləri alınır. Bütün sənədlər qaydasındadırsa və aidiyyəti qurumların müsbət rəyləri varsa, elektron kabinetə lisenziyanın verilməsi üçün qanunla tələb olunan dövlət rüsumunun ödənməsi ilə bağlı bildiriş gəlir. Lisenziya verilməsi prosesi bütün sənədlər qaydasında olduqda 10 iş gün ərzində başa çatır.